Salam dostlar. Dünən belə bir sual paylaşmışdıq. Bu sualı izah edəcəyik. Deməli, sualımız ümumiyyətlə mənsubiyyət və hal şəkilçi qəbul edərkən son sayını itirən sözlərlə bağlıdır. Bizim iki qrup sözlərimiz var. Yalnız mənsubiyyətə görə son sayını itirən sözlər. Alın, qayın, qoyun, burun, çiyin və s. İkinci qrupda həm hal, həm də mənsubiyyətdə son sayını itirən sözlərdir. Fəsildir, nəsildir, ətirdir, şəkildir və s. kimi sözlərdir. İndi doğrunun altından doğrunu, yanlışın altından yanlışı seçməmiz lazımdır. Alın sözü həm mənsubiyyət, həm də hal şəkilçisi kimi düşünülə bilər. Az öncə saydıq. Alın sözü ancaq mənsubiyyət şəkilçisində son sayını itirə bilir. Bu da görürük ki, burada son sayını itirib. Deməli, ancaq mənsubiyyətdədir. Başqa hal kimi düşünmək imkansızdır. O yüzden bir getdi. Taxıldı, paxıldı, nağıldı, bu tipli sözlər çaşdırmaq məqsədi ilə bu saydığımız sözlərin arasında qarışdırılan sözlərdir. O sözlərə aidiyyəti yoxdur taxıl sözünün. Ona görə ikini də variantlardan silirsiniz. Sizin doğru cavabınız C variantı olacaqdır. Amma əmin olmaq üçün digər şərtləri oxumamız lazımdır. Qoyun ismi mənsubiyyət şəkilçisi qəbul edərsə, ikinci hezadakı saitini itirə də bilər, itirməyə də bilər. Bu doğru fikirdir. Niyə? Məsələn, desən ki, mənim qoyunum, qucaq mənasında. Mənim qoyunum, qucaq mənasında. Son saytına baxın itirdi. Bunu heyvan mənasında desək, mənim qoyunum. Heyvan mənasında itirməyəcəkdir. Baxın, deməli doğru fikirdir. Doğrunun altından doğrunu seçməmiz lazımdır. Sonra keçdik yanlışların altına. Çiyin sözünə əvvəlcə mənsubiyyət, sonra hal şəkilçisi artırılarsa ikinci hezadakı sait düşür. Bu doğru fikirdir, amma yanlışın altında verib bunun yeri bu iz olmalıydı. Səhv yerdədir. Niyə? Çiyin sözünü bayaq saydı. Mənsubiyyət şəkilçisi qəbul edilən son sayını itirən sözlərdəndir. Məsələn, mənim çiyinim. Mənim çiynimi deyək. Bura bir dənə təsir yan şəkilçisi artıraq. Amma öncə mənsubiyyət şəkilçisi gəldiyinə görə son sayını yenə də itirəcəkdir. Bu doğru hökmdür, amma yanlışın altına verib götürməyəcəyik. Oğul sözünə əvvəlcə cəm, sonra mənsubiyyət şəkilçisi artırılarsa, ikinci hezadakı sait düşür. Bu yanlış fikirdir. Yanlışın altında olduğuna görə doğru cavab kimi götürərəm. Bu çaşdırıcı bir hökmdür. Niyə? Çünki biz bilirik ki, oğul sözü mənsubiyyət şəkilçisində son sayını itirir. Amma bu deyil ki, mənsubiyyətdən öncə cəm şəkilçisi, yəni saitlə başlanan bir şəkilçi gələcəkdir. Məsələn, onların, deyək ki, oğulları. Onların oğulları deyəndə, baxın, mənsubiyyət var, problem yoxdur. Mənsubiyyətin əvvəlində bir dənə cəm şəkilçisi vardır. Cəm şəkilçisi samitlə başlayır. O yüzden düşməyəcəkdir. Yəni, doğru hökmdür, yanlışın altında verir.